Çox azdır. 8 mənim Karvan qrupu gəlib məni dəstəkləməyə. Onlar alqışlayıram. Eşq olsun Karvan qrupuna. Bilirəm. Çox istedadlı uşaqlardır, mən bilirəm onları. Lakanik vaxtımız azdır. Sabir müəllim, iradlarımız və 200 xalı. Çox xahiş edirəm, vaxt azdır. Buyurun. Yaxşı, lakanik olsun. Bəli, oxuyurlar, cəhd eləyirlər, çalışırlar. Çox gözəl haldır, sönük deyir. Dinamika var bunların oxumaqlarında, hərəkətlərində. Çox yaxşıdır. Talih, sağ ol. Sənin səs tembirin çox gözəl, çox xoşa gələn. Sən Arif müəllimlərə dediyinə həmişə qulaq as. O adını çəkdiyin müğənnilərin oxumaqlarına çox qulaq as. Çünki muğam əsasdır bizim musiqimizdə. Kim muğama doyuncan qulaq asır bilir, o mahnıları çox hasand, qəşəng ifa edəcək. Və ansambl da sağ olsun. Orada Fuad var, Ağabala, Fərhad, sağ olun. Sənə uğurlar, Talih, sənə uğurlar. Və mən istədiyimi eşitdim. Göyçaylı balasından Rəşad, səndən istədiyimi eşitdim. Çünki sən qəbul olanda biz seçimdə, sən mənim çox xoşuma gəlmişdin və mən sənə orada hə demişdim. Və onu da gözləyirdim ki, axır bir şey oxuyasan. Çox gözəl oxudun. Bəli, bir daha dünyanın hər yerindən baxılan, görünən Azərbaycanımız haqqında, sevilən Azərbaycanımız haqqında çox gözəl nəğmə ifa elədin. Çox insafsızlıq olar, bunu deməsəm və buna qiymət verməsəm. 200 xal gedir, gözəl Göyçayımıza, Rəşadın ünvanına. Sabir Əliyevdən 200 xal gəldi Rəşad Göyçaylı üçün. Buyurun Ceyran xanım. Talihin çox gözəl səsi var, oradan da çox cingiltili səsi var Talihin. Şəkidəndir də. Axırda boynunun aldığı şəkidəndir. Qəşəng oxuyur. Amma ki, üzərində mükəmməl işləməlidir. Bir də ki, tələffüz ən vacib olan şey. Əvvəlcə şəkidən desəydi, səs yığacaqdı, o mənə elə gəlir. Bəli. Qaldı Rəşada, Rəşad doğrudan da büyüməyən çox belə ləzzət verir. Feyziyab elədir. Feyziyab elədir, ləzzət aldım. Əsli musiqiyə qulaq astım. Mənim çox xoşuma gəldi. Həddindən artıq. Nüanslar, görürsünüz necə nüanslar eləyirdi. Forte, piano, hər şey öz yerində. Ansamblda çox gözəl müşahidə edildi. O gözəl çaldı, bəli, çox gözəl çaldı, müşahidə elədi. 200 xal mən Rəşada verdim. Çox sağ olun, Ceyran xanımdan 200 xal gəldi Rəşad üçün Göyçaylı. Buyur Sabir müəllim. Çox gözəl. Mən də qeyd eləmək istəyirəm ki, Rəşad da oradan da ikinci hissədə də fəallaşdı. Ondan sonra öz repertuarı ilə də oradan da bizi qane eləyir. Əvvəla mahnı ifasında xarakterlər dəyişir. Mahnıya yanaşmaq məsələsi var. Üstəgəl libasını da maşallah dəyişdir. Diqqət ekranlara! SMS-də böyük fərq var. Talih gizli iş görüb, talihdə fərq var. Buyur Sabir müəllim, buyurun. Çox az qalıb, yəni bala, Nərman sevinir artıq. Bəli, mən qeyd eləmək istəyirəm ki, yəni fəallaşma daha da artdı və özünün geyimi ilə də, libası ilə də dəyişkənlik yaratdı bir. Talih, mən deməzdim ki, Talih də zəiflik göstərdi. Talihdə də müəyyən bir fəallıq meydana gəlmişdi. Olmaz, nə bilim, ondan sonra Aşıq Yana oxuduğu mahnılar, artıq şuxluq, meydankirlik, gözəl səsi var. Mən qeyd eləmək istəyirəm bir dənə şey, bugün bayram günüdür. Mən heç də Talihi kənarda qoymaq istəmirəm. Sözsüz ki, Talih daha ciddi hazırlaşsaydı, mənə elə gəlir ki, daha böyük müvəffəqiyyət qazanardı. Talih, ona görə mən bu mərhələdə istəyirəm 200 xal göndərəm sənə, həm də səni qiymətləndirmək istəyirəm. Bayram günüdür. Bayaq Rəşad qardaşınızı mən qeyd elədim. Rəşad, sözüm yox.